Salam əziz tamaşaçılar, hər vaxtınız xeyir olsun. 14 TV-nin efirində Söz Səndə verilişini izləyirsiniz. Verilişimizin bu dəfəki maraqlı mövzusu dünyada Azərbaycanlılar haqqındadır. Bu mövzuda studiyamızın qonağı Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi və eyni zamanda filologiya üzrə fəlsəfə doktoru Orxan müəllim İsayevdir. Xoş gəlmisiniz Orxan müəllim. Çox sağ olun, təşəkkür edirəm. Hər vaxtınız xeyir olsun. Birinci növbədə çox şadam sizi studiyamızda görməyə. Və mövzumuz da mötəbər mövzudur, qonağımız da həmişəki kimi mötəbər qonaqdır. İlkin mərhələdə tamaşaçılarımız üçün salamlama babından qeyd etmək istədiyiniz nələrsə varmı? İlk öncə tamaşaçıları və sizi salamlayıram, dəvətiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Həqiqətən də çox maraqlı bir mövzuya toxunmuşsunuz və mənə belə gəlir ki, belə bir mövzudur ki, istənilən zamanda biz Azərbaycanlılar üçün aktualdır. Gəlin elə o zaman birbaşa keçid alaq suallarımıza. Bu mövzuda suallar çoxdur, amma ilkin mərhələdə giriş olaraq istəyirəm ki, dünyada Azərbaycanlılar deyəndə nə başa düşülür, necə izah olunmalıdır, buna tərif vermək mümkündür? Çox sağ olun, maraqlı bir sual verdiniz. Ümumiyyətlə, biz əvvəlcə baxaq, Azərbaycanlı kimdir? Ümumiyyətlə, Azərbaycanlı millət adı olaraq biz bugün işlədirik bunu, amma belə bir qeyd eləmək istəyirəm ki, ümumiyyətlə, sonunda l, li, lu, lü şəkilçisi olan və nisbə bildirən bir məsələ heç vaxt millətə şamil edilmir. O yerə şamil edilir. Bu baxımdan Azərbaycanlı deyərkən Azərbaycanda yaşayan, Azərbaycanda doğulan və müxtəlif millətlər nəzərdə tutulur. Çünki bilirsiniz ki, Azərbaycan çox millətli bir ölkədir. Bəli. Böyük bir hissəsini təbii ki, türk mənşəli xalqlar deməli təşkil edir. Amma digər xalqlar da, məsələn, biz milli azlıqlar deyirik. Onlar da Azərbaycanda deməli bizi ilə bərabər yaşamaqdadırlar. Dünyada yaşayan Azərbaycanlılar deyəndə isə biz burada artıq Azərbaycanlı sözünün bir qədər mənasını dəyişmiş oluruq. Yəni etnik baxımından bizə bağlı olan insanları və yaxud da tarixin müxtəlif dövrlərində Azərbaycandan köçüb dünyanın digər yerlərində, amma kütləvi şəkildə yaşayan insanlar nəzərdə tutulur. Təbii ki, biz bugün baxsaq, dünyanın demək olar istənilən ölkəsində 1, 2, 3, 10 Azərbaycanlı tapmaq mümkündür. Amma elə ölkələr var ki, orada həqiqətən də Azərbaycan kökənli insanlar, soy baxımından bizə yaxın olan insanlar kütləvi şəkildə yaşayırlar, böyük bir ərazidə yaşayırlar. Əgər qeyd etmək lazımdırsa, biz hamımızın məlum olduğu kimi, bildiyimiz kimi, bizim hazırda yaşadığımız coğrafiya və bizə yaxın ərazilər var. Məsələn, Cənubi Azərbaycan dediyimiz İranın şimalında bugün qeyri-rəsmi məlumatlara görə 30-35 milyon Azərbaycanlı yaşayır və Təbriz, Ərdəbil, Xoy, Marağa kimi böyük şəhərlərdə və Təbriz də tarixən Azərbaycanlıların siyasi, mədəni, elmi mərkəzlərindən biri olub. Bundan əlavə Gürcüstanda məsələn Azərbaycanla sərhəd olan hissədə Borçalı adlandırılır, Borçalı ilə adlandırırıq biz. Orada Azərbaycan türkləri yaşayır və bu gün də yaşamaqdadırlar. Qərbi Azərbaycan torpaqlarında indiki Ermənistan Respublikası ki yerləşir. Doğrudur, son hadisələr əsasən də 80-90-cı illərdə məlum hadisələr səbəbindən orada Azərbaycanlılar qalmayıb, amma onlar da bizim tarixi vətənimizdir və əgər yenidən ora köç qaydarsa, Azərbaycanlıların məskunlaşdığı artıq növbəti ölkələrdən biri də Ermənistan olacaq. İnanırıq ki, bu olacaq və Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Şimalda, məsələn, Rusiya Federasiyasının tərkibində Dərbənd şəhəri, məsələn, qaynaqlarda Dəmirqapı Dərbənd kimi qeyd olunur. Kitab Dədə Qorqudda da biz bunu gördük. Orada günü bu gündə Dərbənd şəhərinin əsas, yəni qədim hissəsində, qala hissəsində Azərbaycanlılar, Azərbaycan kökənli insanlar günü bu gündə yaşamaqdadırlar. Bunlar, belə deyək, bizdə hər kəsin bildiyi bir məlumatlardır. Amma dünyanın elə ölkələri var ki, orada da Azərbaycan kökənli insanlar yaşayır. Bunlar haqqında biraz bizim məlumatımız azdır. Adətən bununla tədqiqatçılar məşğul olurlar və onların məlumatı var. Çox yaxşı olardı ki, bu istiqamətdə yazılan kitablar biraz daha çox yayılaydı və sadə insanlar da bundan xəbər tutaydı və burada jurnalistlərin də əslində boynuna böyük bir yük düşür. Məsələn, mən qeyd edim Əfqanistanda, Pakistanda Azərbaycan mənşəlilərin, insanların yaşamasını. Onlar özlərini qızılbaş adlandırırlar. Səfəvilərin dövründə Azərbaycandan köçüb həmin ərazidə yaşayırlar və çox maraqlıdır ki, dilimizi də, adət ənənələrimizi də hələ ki unutmayıblar. Bir növ assimilyasiya olmayıblar orada yerli xalqa. Artıq onlar da yerlidirlər, çünki əsrlərdir həmin ərazidə yaşayırlar.
Bir qədər onlardan daha artıq, yəni say etibarilə daha artıq insanlar isə İraqda, Suriya ərazisində yaşayır. Bu gün özlərini türkman adlandıran insanlar, toplum və dünya onları bu cür İraq türkmanları kimi tanıyır. Biz də elə qəbul edirik. O insanlar da tarixin müxtəlif dövrlərində deməli Azərbaycan ərazisindən köçüb Mesopotamiyada, yəni indiki İraq Respublikasının ərazisində böyük bir ərazidə məskunlaşıblar. Sayları yenə deyirəm qeyri-rəsmi məlumatlara görə 3,5 milyon nəfərdir. Əsas mərkəzləri Kərkük şəhəridir. Onu adətən Kərkük Azərbaycanlıları, Kərkük türkləri kimi biz tanıyırıq. Amma təkcə Kərkük deyil, o böyük bir ərazidə yaşayırlar və bu ərazi Türkman ili adlanır. Demək, şimalda Təlafər şəhərindən cənubda Məndəli şəhərinə qədər, qəsəbəsinə qədər böyük bir ərazidə Azərbaycan kökənli türkmanlar yaşayır. Türkman etnonimi haqqında danışmağınızı istəyərdim. İlkin mərhələdə bu qeyd etdiklərinizdən sonra çox maraqlı gəldi mənə. Bu necə yaranıb orada? Türkman. Türkman əslində məsələ belədir. Biz özümüz də türkmanlarıq. Türkmanlar İslamı qəbul edən oğuzlardır. Yəni mənbələrdə bu cür qeyd olunur. Demək, Türkman adı o zaman meydana çıxdı ki, oğuzların bir qismi İslamı qəbul elədi və İslamı qəbul etdikdən sonra onlar Türkman adlanmağa başladılar. Və Azərbaycanlılar da biz tarixi mənbələrə baxsaq, mən bayaq qeyd etdiyim kimi Azərbaycanlı bir millət anlayışı deyil, nisbə anlayışı, yəni yerə nisbə verilir. Bəli. O zaman sual yaranır ki, Azərbaycanlı adlanmamışdan qabaq biz nə adlanmışıq? Bəziləri türk, bəziləri oğuz deyir, amma burada incə bir məqama mütləq şəkildə diqqət etmək lazımdır. Türk və yaxud oğuz ümumi bir anlayışdır. Məsələn, bugün biz Qazaxlara da türk deyirik, Özbəklərdə də və yaxud Rusiya Federasiyasının tərkibində yaşayan türk mənşəli xalqlar da türk adı. Biz ümumi adımız türkdür, bu aydındır. Amma hər bir türk xalqının müəyyən mərhələlərdə qəbul etdiyi adlar var. Oğuzlar qeyd olunur və Oğuzlar da artıq biraz ümumiləşmiş olur. Çünki Türkmənistan türkmənləri də Oğuzdur, Türkiyə türkləri də Oğuzdur, biz də Oğuzuq. Mənbələrə baxdıqda isə, məsələn, elə bayaq bir Səfəvilərin adını çəkdik. Səfəvi hökmdarları bir-birinə digər dövlətlərlə yazışanda özlərini Türkman kimi təqdim edirlər. Türkman, yəni bir versiyaya görə İslamı qəbul etmiş, yəni imanlı türk sözündəndir. Digər bir versiya fars dilindən gəlmə olduğu qeyd olunur. Turkomanənd, türkə bənzər. Bu biraz belə deyək, mənbəsi sağlam olmayan bir, bəli, zəifdir. Demək, Oğuznamələrdə qeyd olunur ki, İskəndər şərqə hücum edərkən türklərlə qarşılaşır və türklər olduğunu bilmir. Xarici yönüşdə onları farsa oxşadır və fars kimi qəbul edir. Fars kimi qəbul edib, amma türkçə danışdıqlarını gördüyünə görə onlara türkə bənzər adı verir, Turkomanənd. Təbii ki, bu bir rəvayət və yaxud əfsanədir, yazılı Oğuznamələrdə keçir. Professor Qəzənfər Paşayev Türkman sözünü başqa cür izah edir. O, Türkman, yəni xalis türk, əsl türk mənasını verir. Məsələn, bugün bizim dilimizdə qocaman sözü var, azman sözü var. Bu sözlərdən də əslində biz hissələrə bölüb tərcüməsinə baxdıqda o sözün yəni təmizliyini göstərir, xalisliyini, iriliyini göstərir. Təbii ki, indi bir xalqa iri sözü şamil edilməz, amma xalis türk, əsl türk sözü şamil oluna bilər. Və nəzərə alsaq ki, İraq türkmanları və yaxud da Suriya türkmanları ərəblərin və kürdlərin əhatəsində yaşayırlar. O zaman məntiqi cəhətdən də bu sözü onlara şamil etmək olar. Amma tarixə baxdıqda ki, biz artıq Azərbaycanlılar da müəyyən mənada türkman adlanıb, o zaman böyük bir coğrafiyada burada yaşayan Oğuzlara türkman deyildiyi və bu ərazinin isə Turkomaniya və yaxud da Türkman eli adlandığını da qeyd eləməliyik. Tarixə nəzər salsaq, Azərbaycanın İraq türkmanları ilə əlaqəsini necə izah edə bilərsiniz? Kiçicik də olsa üstündən səthi keçdiniz həmin mövzunu, amma mən istəyirəm orada biraz dərinləşdirək məsələni. İraq türkmanları ilə Azərbaycanlılar arasındakı əlaqə. Çox sağ olun. Demək, Pərvin, məsələ belədir ki, mənbələrdə qeyd olunur ki, İraq ərazisində ilk türklər, deməli, hicri tarixlə 54, miladi tarixlə isə artıq 7-ci əsrdə Mərkəzi Asiyadan və Azərbaycandan köçüb. Deməli, Ərəb ordusunun komandanlarına biri olan Ubeydullah bin Ziyad, yəqin ki, adını eşitmişsiniz onu. O, Türkistana hücumu zamanı burada türklərdən ciddi müqavimətlə qarşılaşır. Əsasən də oxçuların, türklərin
ox atma dəstələrinin şücaətini görür və orada olan deməli hökmdar qadınla müqavilə bağlayır. Təbii ki, onlar ərəblərin hökmranlığını qəbul edirlər, İslamı qəbul edirlər və Ubeydullah bin Ziyad həmin ərazidən 2000-ə qədər oxçu döyüşçünü gətirir Bəsrəyə, İraqdakı Bəsrə şəhərinə. Türklərin ilk gəlişi tarixdə bununla əlaqələndirilir. Məsələn, Təbəri bu haqqında yazır, Əl-Bəlazuri bu haqqında yazır. Amma indi burada bir incə bir məsələ var. Məsələ ondan ibarətdir ki, bu gün İraqda yaşayan türkmanların məhz hər birinin kökünün oradan gəldiyini qeyd etmək biraz məntiqə ziddir. Nəyə görə? Çünki 2000 gənc belə deyək, əskəri bir əraziyə ərəblərlə əhatələnmiş bir mühitə gətirib qoymaq, orada yerləşdirmək, orada onları hər cür şəraitlə təmin etmək 2000 döyüşçünün orada bir türk mühiti yaradacağı inandırıcı deyil. Çünki bunlar gənclər, təbii ki, ərəb mühitində ailə də qursalar belə, mütləq şəkildə bir ərəb qadınla ailə qururlar. Artıq bir müddətdən sonra dilləri dəyişir, adətləri dəyişir və nəzərə almaq lazımdır ki, onlar xilafət ordusuna xidmət ediblər. Amma sonraki mərhələlərdə, həm ərəb xilafəti dövründə, həm ondan sonraki mərhələlərdə Azərbaycandan ora kütləvi şəkildə köç başlayır. Bu, tarixi mənbələrdə öz əksini tapıb. İndi sual yaranır ki, bəs onların Azərbaycandan İraqa köçməsinin səbəbi nədir? Birinci növbədə bu mənim şəxsi fikrimdir ki, Bağdadın ərəb xilafəti zamanında siyasi, mədəni və ticari mərkəz kimi inkişafı. Günü bu gün də var, paytaxtda axın həmişə çox olur. Bu, orta əsrlərdə də özünü göstərir. Və ərəb xilafəti dağıldıqdan sonra Səlcuqlar ki, şərqdən gəldilər, Mesopotamiyaya, Bağdadı da fəth elədilər. O dövrdə də Oğuzlar, Azərbaycan Oğuzları da həmin o Səlcuqlarla birlikdə İraq ərazisinə təşrif buyurdular. Məsələn, məşhur Bayat eli var, Bayat tayfası. Məhəmməd Füzuli də həmin tayfadandır. Bayatın ora köçməsi mənbələrdə Səlcuqların zamanı ilə əlaqələndirilir. Və Bayatların da əsas məskəni təbii ki, Azərbaycandır. Həm şimali, həm də Cənubi Azərbaycan. Səlcuqlardan başlayaraq sonraki dövrlərdə meydana gələn dövlətlər, məsələn, Atabəylər, Hülakülər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi, bunlar hamısı biz bilirik ki, Azərbaycan dövlətləridir. Eldənizlər də daxildir. Bəli, Atabəylər Eldənizlərdir, bəli. İraq Atabəyləri var idi. Məsələn, onun özündə də bölünmüşdü. Mosul Atabəyləri var idi. Məsələn, Ərbildə Atabəylər dövləti var idi. Amma məsələn, Ziya Bünyadov Azərbaycan Atabəylər dövləti adlı monoqrafiyasında qeyd edir ki, bunların hər biri Azərbaycandan idarə olunurdu. Yəni, mərkəz Azərbaycanda idi və bu gün biz köç adlandırırıq onu, bugünkü şərtlər daxilində ki, Azərbaycandan İraqa köçdülər. Amma həmin dövrdə bunlar hamısı bir dövlətin tərkibində idi deyə, eyni sərhədlər daxilində idi, bir mərkəzdən idarə olunurdu, bir bayraq altında idarə olunurdu deyə, bu sadəcə olaraq bir şəhərdən digər şəhərə köçmə kimi qəbul edilməli idi. Bir səbəbi də, məsələn, İslam aləminin müqəddəs şəxsiyyətlərinin məzarlarının İraqda olması. Bu da əsas götürülə bilər. Çünki biz bilirik ki, günü bu gün də zəvvarlar İraqa səfər edirlər və həmin ərazilərdə yaşamaq, orada ömür sürmək bir növ şərəf hesab olunurdu. Və məsələn, mən bunu biz bir məsələ ilə əlaqələndirə bilərik. Bakı Abşeron kəndlərində belə bir adət var idi. Dəfn zamanı, məsələn, elə insanlar var ki, onlar dəfn olunmurdu, sərdabələrə qoyulurdu. Bunun da səbəbi o idi ki, əgər həmin kənddən kimsə Məkkəyə, Mədinəyə və yaxud da İraqın Kərbəla, Nəcəf, digər müqəddəs şəhərlərinə gedərdisə, cənazəni aparıb orada dəfn edirdi. Belə bir adət var idi. Yəni, əgər bir insan öləndən sonra bunu arzuluyursa, təbii ki, sağ olanda daha çox arzulayar ki, gedib həmin ərazilərdə. İmkan düşdükcə həmin əraziyə getmək istəyir. Ərazi demişkən, onların, türkmanların Kərkük adlandırılmasını biz bilirik və həmin ərazilər hansılar idi? Siz əvvəldə yenə kiçicə olsa qeyd etdiniz, Kərküklər adlandırılırlar. Və onlar hansı ərazilərdə məskunlaşmışlar idi? Türkmanlar, deməli, türkmanlarla bağlı bizim əlaqələrimiz demək olar uzun müddət olmayıb, əsrlər boyu olmayıb. Niyə olmayıb? Onlar Səfəvilərdən sonra 3-4 əsrdən çox müddətdə Osmanlıların nəzarəti altında olublar. Və bu zaman bizim onlarla əlaqəmiz tamamilə kəsilib. Amma Sovet illərində, 60-cı illərində Azərbaycan ziyalılarının İraqa səfərləri başladı. Çünki Sovet hökuməti ilə İraq dövləti arasında bir qədər siyasi cəhətdən yaxınlaşma başladı. Və Azərbaycan ziyalıları, məsələn, mən qeyd edə bilərəm, Rəsul Rızanı, Bəxtiyar Vahabzadəni, Qasım Qasımzadə, Qəzənfər Paşayev, onlar İraqa səfər etdilər və orada
eynən bizi kimi danışan, bizi kimi düşünən, adət-ənənələrimizi qoruyub saxlayan toplumla qarşılaşırlar. Təbii ki, bu insanlar alimlərdir və onların marağını çəkdi və əlaqələr buradan başladı, yenidən başladı. O zamanki biz məqalələrə, monoqrafiyalara baxanda görürük ki, alimlərimiz onları Kərkük türkləri və Kərkük Azərbaycanlıları adlandırırlar. Son zamanlar isə məsələn elə türkmanların özləri buna biraz etiraz elədilər ki, yəni İraqda yaşayan türkmanlar yalnız Kərkükdə yaşamır. Kərkük İraq türklərinin, türkmanlarının yaşadığı şəhərlərdən biridir. Sadəcə olaraq Kərkük mərkəzdir, siyasi, mədəni, ticari mərkəzdir. Daha çox orada məskunlaşıblar. Amma Ərbil şəhəri məsələn böyük bir şəhərdir. Orada türkmanlar tarixən yaşayıb. Telafər şəhərində yaşayıblar. Məsələn, Tuz Xurmatu şəhərində, Yeni Xurmatu şəhəri, Məndəli, bu cür şəhərlərdə günü bu gündə türkmanlar yaşamaqdadır. Məsələn, Telafər şəhəri var, İraqın şimalında yerləşir. IŞİDin hücumları zamanı çox böyük ziyan çəkən şəhərlərdən biridir. Oranın əhalisi demək olar ki, yalnız türkmanlardan ibarətdir. Yəni digər bir millətdən orada biz bir nümayəndə görmürük. Sırf türkmanlar orada məskunlaşır. Bu baxımdan onları daha çox hazırda terminoloji olaraq İraq türkmanları kimi biz qəbul edirik. İraq türkmanları kimi qəbul edirik. Onların bizimlə dil bənzərliyi insanı xüsusi bir sehrə salır. Bu haqda danışacağıq sizinlə. Amma qısa bir fasiləmiz var verilişimizdə. İcazənizlə qısa bir fasiləyə ayrılaq. Yenidən qayıdırıq mövzumuza. Qeyd edeyim ki, 14 TV-nin efirində Söz Səndə verilişini izləyirsiniz. Qısa bir fasilədən sonra yenidən qayıdırıq studiyamıza. Fasiləmiz artıq yekunlaşdı. Qeyd edeyim ki, 14 TV-nin efirində Söz Səndə verilişini izləyirsiniz. Verilişimizin bu dəfəki buraxılışı filologiya üzrə fəlsəfə doktoru Orxan müəllim İsayevdir. Orxan müəllim, ikinci hissədə xoş gördük sizi. Çox sağ olun, təşəkkür ederim. Türkmanlar, Kərkük türkləri, Kərkük Azərbaycanlıları, İraq Azərbaycanlıları haqqında danışırıq. Dili haqqında danışacağımızı qeyd etdik birinci hissənin sonunda. Gəlin elə onların Azərbaycanla etnik bağlılığı, mədəni bağlılığı, dil bağlılığı haqqında danışaq. Çox sağ, çox önəmli bir məsələyə toxundunuz Pərvin bəy. Demək, bir xalqı yox etmək mümkündür. O zaman ki, onun dilini məhv edirsən, mədəniyyətini məhv edirsən. Amma tarixdə və dünyada günü bu gündə elə xalqlar var ki, dilləri dəyişsə belə, müəyyən mənada mədəniyyətləri dəyişsə belə, onların folkloru, yəni xalq yaradıcılığı, onların mənşəyinin haradan başladığını, haradan gəldiklərini sübut edir. Yəni folklor elə bir yaradıcılıq sahəsidir ki, onu dəyişmək qeyri-mümkündür. Ya gərək ümumiyyətlə o belə deyək, həmin millətin, həmin xalqın tam kökünü kəsəsən, o milləti təmsil edən bir insan qalmasın. Əgər qalıbsa, dilini də dəyişmək mümkündür, mədəniyyətini də, geyimini də, düşüncə tərzində, amma folkloruna toxunmaq mümkün deyil. Oranı ziyarət edən zaman onlar nəyi təqdim edirlər folklor kimi? Zəhmət olmasa misal çəkə bilərsiniz? Əlbəttə. İstər bu göstəri ola bilər, istər şeiriyyatda, ədəbiyyatda. Folklor ümumiyyətlə geniş bir sahədir, bilirsiniz. O mətbəx də folklora daxildir, geyim də, məişət, belə deyək, mərasimləri də folklora daxildir və bu folklorun bir ədəbiyyat hissəsi də var, şifahi ədəbiyyat hissəsi. Məsələn, şifahi xalq ədəbiyyatının ən kiçik janrı və ən qədim janrı bayatlar adlanır. Bizdə bu bayatı adlanır və bayaq da qeyd etdiyim kimi bayatı sözünün özü də o bayat tayfaları ilə əlaqəlidir. Eyni strukturda, eyni mənada, eyni məzmunda həmin bayatılar günü bu gündə İraq türkmanları arasında var. Bundan əlavə lətifələr var. Məsələn, Molla Nəsrəddin lətifələri var. Günü bu gündə türkmanlar özlə çox maraqlıdır ki, müxtəlif türk xalqlarında var bu. Amma müxtəlif cür adlanır. Hoca deyən var, xoca deyən var, əfəndi, əpəndi deyən var. Amma biz Molla Nəsrəddin deyirik. İraq türkmanları da Molla Nəsrəddin deyir. Bundan əlavə dastanlar haqqında. Məsələn, Kitab-ı Dədə Qorqud dastanı günü bu gündə türkmanlarda geniş yayılıb. Hətta
elə sözlər var o həmin dastanda ki, biz onu arxaik söz kimi qəbul edirik. Amma İraq türkmanları o sözü günü bu gün də işlədir. Gündəlik istifadə edirlər. Digər bir dastan var, məsələn, Arzu Qəmbər dastanı var, Kərkükdə çox geniş yayılıb. Qadın məclislərində daha çox ifa olunan bir dastandır bu. Azərbaycanda bunun 4 variantı var. Deməli, Gəncə, Qarayazı, Şamaxı və Bakı variantı var. Sədnik Paşayev var, folklorşünas professor. Onun araşdırmalarına görə Kərkükdə olan variant Azərbaycanda olan variantlarla demək olar eynidir. Və ən yaxını da Bakıdakı varianta uyğun gəlir və maraqlıdır ki, Bakı belə deyək, bölgəsində bu dastan da yenə qadın məclislərində qadınlar tərəfindən oxunur. Əsli Kərəm, Arzu Qəmbər, deməli Aşıq Qərib və digər bizdə olan dastanlar günü bu gündə İraq türkmanlarında işlədilir, qalıb. Məsələn, folklorun müəyyən sahələrində onlarda müəyyən təsirlər, yəni ərəblərin və yaxud da Kürd xalqının təsiri hiss olunur, geyimlərində hiss olunur, mətbəxlərində hiss olunur. Amma folklorun daha qədim hissəsi olan və təəssürə çox az məruz qalan ədəbiyyatı bizi ilə demək olar ki, eynidir. Məsələn, Məhəmməd Hüseyn Təhmasib bunu oxşarlıq yox, eyniyyət qəbul edir. Deyir ki, bir var oxşarlıq, bənzərlik. Amma bu dinə bənzərliyin oxşarlığı bu eyniyyətdir, yəni eynidir. Bu da onu göstərir ki, onlar həqiqətən də Azərbaycandan köçüb ora gediblər və bundan əlavə həmin məzmunda Azərbaycana aid sözlər hələ də qalmaqdadır. Arxaik sözlərin gündəlik istifadə olunması da onlarda çox şirin alınır. Bəli, şirin alınır. Bunu ləhcə adlandırmaq olar, yoxsa elə dilləri o cürdür? O barədə məlumatım yoxdur. Onu siz qeyd eləyərsiniz. Çox maraqlı və qulağa yatımlı, dinlədikcə bizə məsəl üçün necə ki Şəki ləhcəsi var. Biz onu dinləyəndə o insan dalaşsa da bizi ilə biz onu xoş qəbul edirik. Onların sözləri də arxaik, həqiqətən yəni biz onu arxaik söz olaraq anlamasaq da amma bizim söz olduğunu anlayırıq ki, bu nəsə yad bir şey deyil. Yəni, onlarda neologizmlər də çox yayılıbmı, yoxsa? Yayılıb. Təbii ki, bu elm texnikanın inkişafı ilə bağlı onlarda da bu yeni sözlər dillərinə daxil olur, bizdə bütün dünyada olduğu kimi. Amma dil məsələsi çox ciddi bir məsələdir. Demək, məsələn, bu gün türkman alimləri, Türkiyədə yaşayan alimlər, onları qeyd edəndə bir türkman dili sözünü işlədirlər, ifadəsini işlədirlər. Amma əslində isə amma bilmənalı qeyd olunur ki, İraq türklərinin dili Şərqi Oğuzca, yəni Azərbaycan türkçəsinə yaxındır. Sovet dövründə aparılan tədqiqatlarda, məsələn, Əbdüləzər Dəmirçizadənin mən tədqiqatlarla sizi tanış edə bilərəm. O qeyd edir ki, Azərbaycan dilini ümumiyyətlə dialektlərə bölür və Kərkük-Bağdad dialektini Azərbaycan cənub dialektlərindən biri hesab edir. Təbriz, İrəvan, Naxçıvan dialektləri. Həqiqətən də onlar danışanda bir növ hiss olunur ki, məsələn, belə deyək, sanki bir Naxçıvanlı danışır, ya bir Təbrizli danışır. Çox adama, məsələn, ləhcə baxımından yaxın gəlir. Sözlərlə bağlı, məsələn, qeyd etdiniz. Həqiqətən də onlarda işlənən sözlər, məsələn, bugün Azərbaycan, bizim yaşadığımız Azərbaycan biraz ictimai-siyasi baxımdan qaynar nöqtə olub deyə və müxtəlif təsirlərə məruz qalmışıq deyə bəzi sözlərimiz bizdə dəyişib. Amma İraq türkmanları hələ də adlarını, necə ki o türkman adını qoruyub saxlayıblar. Dillərində də, məsələn, həmin sözləri qoruyub saxlaya biliblər. Və ən əsası nədir? 1534-cü ildə Osmanlı hökmdarı, Osmanlı sultanı Sultan Süleyman Qanuninin İraqa eyni səfəri var. Yəni, 2 İraqa səfəri var. Məhz bu səfərdən sonra Bağdad Osmanlıların tabeliyinə keçir və Səfəvi ilə onların əlaqəsi, Azərbaycanla əlaqələri itir. Doğrudur, məsələn, Nadir Şah Abbas bir müddət, qısa müddət onu yenidən qaytarsa da, bu çox uzun müddətdə olmur, bir neçə ilə əhatə eləyir. Və demək olar 16-cı əsrin ikinci yarısından ta 20-ci əsrin əvvəllərinə qədər İraq türkmanları Osmanlı türklərinin təsiri altında qalırlar. Və dilə də bu təsir eləyir. Amma nə cür təsir eləyir? Günü bugün bir İraq türkmanının ədəbi dili, məsələn, o əgər gəlib bugün bu studiyada tutub sizinlə danışsa, Türkiyə türkçəsində danışacaq. Bir kitab yazırsa, Türkiyə türkçəsində yazır. Çünki bunların artıq ədəbi dili 4-5 əsrə yaxın Türkiyənin olduğunu İstanbul ləhcəsidir. Amma evdə eynən bizi kimi danışırlar Azərbaycan ləhcəsində və bunu da qoruyub saxlayıblar. Allah şükürlər olsun. Orxan müəllim, Kərkükdən danışırıqsa, türkmanlardan danışırıqsa, İraqdan danışırıqsa, dahi Məhəmməd Füzulidən danışmamaq
mümkünsüzdür. Onun haqqında nələrsə söyləməmək, ona toxunmamaq mümkünsüzdür. İstəyərdim Məhəmməd Füzuli haqqında bölüşək. Onun oradakı fəaliyyəti kiçicik də olsa. Bəli. Məhəmməd Füzuli ümumiyyətlə nəinki Azərbaycan ədəbiyyatının, dünya ədəbiyyatının ən böyük ustalarından biridir və çox bizim halımızda ki, o Azərbaycanla etnik səhhətdən bağlı olan İraq türkmanlarından biridir. Təbii ki, biz onun Füzulinin yaradıcılığı haqqında saatlarla danışa bilərik. Bu haqda Füzulişünaslar danışarsa daha məntiqə uyğun olar və etik olar. Amma yəni sizin danışmaq haqqınız da heç də onlardan az deyil. Təbii ki, onu qeyd etmək lazımdır. Təşəkkür edirəm. Füzuli deməli türkmanlarsa mövzumuz onun həyatı haqqında danışsaq daha yaxşı olar. Mənbələrdə Füzulinin Bağdadda, Hillədə və yaxud da Kərbəlada doğulduğu qeyd olunur. Yəni bu üç şəhərdən birində doğulduğu qeyd olunur. Maraqlıdır ki, hər üç şəhərdə də İraq türkmanları yaşayır. Amma nə Bağdad, nə Hillə, nə Kərbəla bayaq qeyd etdiyim türkman eliyə daxil deyil. Yəni türkmanların yaşadığı şəhərlər sırasında deyil bunlar. Son araşdırmalar əsasən də İraq türkmanlarının görkəmli bir tədqiqatçısı Əta Tərzibaşının araşdırmalarına görə Məhəmməd Füzuli, üzr istəyirəm, Kərkükdə doğulub. Bax, belə bir məsələ var. O da nə ilə əsaslandırır bunu? Birincisi, Füzulinin öz əsərlərindən çıxış edir. Füzulinin dilində işlənən sözlərin yalnız Kərkük və ətrafında işləndiyini qeyd edir. Təbii ki, Azərbaycanda da o sözlər işlənir. Məsələn, onun qeyd etdiyi sözlərə baxanda biz elə dilimizdə işlənən sözlər olduğunu görürük. Bundan əlavə xalq arasında Kərkükdə dolaşan rəvayətlərə istinad edir. Məsələn, Kərkükdə günü bu gündə Füzuli məscidi, Füzulinin atasının evi, bu cür yerlər hələ də qalmaqdadır. Özü harda qalır? Kərkükün ən qədim hissəsində, qala hissəsində. Ondan sonra məsələn müəyyən tarixi sənədlərdən, tarixi şəxsiyyətlərdən o insanlar ki, onların Füzuli ilə yaxından və yaxud da uzaqdan əlaqəsi olub. Məsələn, İbrahim xan adlı bir nəfərin adını çəkir və yaxud da bir neçə insanın adını çəkir. Sənədlər qeyd edir ki, bunlar hamısı deyir, onu göstərir ki, Füzuli Kərkükdə doğulub, uşaq yaşlarından atasının Hilləyə müfti təyin olunması səbəbindən atası ilə birlikdə Hilləyə gəlib, bir müddət sonra Bağdad ədəbi, mədəni mərkəz, elmi mərkəz olduğuna görə Bağdadda gəlib təhsil alıb, həyatının böyük hissəsi Bağdadda keçib və ömrünün son günləri isə Kərbəlada İmam Hüseyin hərəmində bir xidmətçi olaraq. Bütün bunlar təbii ki, versiyalardır, söz yox, versiyalardır. Əsas qəbul olunan onun qeyd etdiyim kimi Bağdadda, Kərbəlada və Hillədə doğulması məsələsidir. Amma bir mənalı şəkildə Məhəmməd Füzuli İraq türkmanlarının nümayəndəsidir. Etik cəhətdən, etnik cəhətdən Azərbaycana bağlıdır, bayatlıdır, bayat boyundandır. Necə ki, məsələn, Kitab-ı Dədə Qorqudun müqəddiməsində Dədə Qorqudun da bayat boyundan olduğu qeyd olunur. Və bu bayat tayfaları da mən qeyd etdiyim kimi Səlcuqların dövründən başlayaraq ta Ağqoyunlu, Qaraqoyunlu, hətta Osmanlıların dövrünə qədər Azərbaycandan İraqa və hətta İraqdan yenidən Azərbaycana qayıdan məqamlarda olur. Məhəmməd Füzuli eyni zamanda İraq şairi də hesab olunurmu? O barədə istəyirəm bölüşək fikirlərimizi. Bəli, İraq şairi hesab oluna bilər. İraq ərazisində doğulduğu üçün və ömrünün böyük hissəsi İraqda keçdiyi üçün təbii ki, o İraqlı olaraq qeyd oluna bilər. Məsələn, biz bugün Məhəmməd Hüseyin Şəhriyarı İranlı kimi təqdim edə bilərik. Bəli. Amma etnik cəhətdən, millət baxımından türkdür, Azərbaycan türküdür. O cümlədən də Füzuli. Füzuli İraqda doğulub, yaşayıb, İraq şairlərindən biridir. 16-cı əsr Bağdad ədəbi mühiti adlandırırıq biz onu ədəbiyyatşünaslıqda. Həmin Bağdad ədəbi mühitinin ən görkəmli nümayəndələrindən biridir və onun yaradıcılığı 20-ci əsr günü bu günə qədər bir çox klassik üslubda yazıb yaradan şairlərin yaradıcılığına təsir etməkdədir. Amma İraqlı deyərkən təbii ki, biz onu başqa bir millətə şamil eləmirik. Bəli. Sadəcə həmin ərazidə doğulub yaşadığı üçün İraqlı kimi təqdim etmək mümkündür. Mümkündür. Bəs orada verilişimizin sonunda istəyirəm bu məqama toxunaq. İndi siyasi və mədəni cəhətdən vəziyyət necədir? Demək, türkmanlar ki, bu belə deyək, türk dünyasından ayrıldılar. Əsasən də 1917-ci ildən sonra bu daha da 2-ci Dünya Müharibəsinin sonlarında Türkiyədən ayrıldı və bir İraq dövləti yarandı. İraq dövləti yaranandan sonra vaxtı ilə həmin ərazidə aparıcı bir ünsur olan türklər birdən-birə milli azlığa çevrildilər.
Və bu zaman artıq milli azlıq çevrilərkən onların haqları, hüquqları İraqda olan hökm sürən müəyyən siyasi qüvvələr tərəfindən sıxıldı, azaldıldı. Məsələn, dillərində məktəblər qadağan edildi bir zamanlar, qəzet, jurnal buraxmaq onlara qadağan edildi. Amma baxırıq ki, müəyyən dövrlərdə bu yumşalmalar həyata keçirilir. Məsələn, məktəblər açılır, jurnallarına, qəzetlərinin çıxarılmasına icazə verilir. Bəs hakimiyyət, partiyası hakimiyyətə gələndə Səddam Hüseyn, onun düşmanlara qarşı bir aqressiyası var idi, daha çox sıxdı onları. Günü bu gün də əslində biz düşmanlara siyasi cəhətdən vəziyyətlərinin ürəkaçan olduğunu qeyd edə bilmərik. Məsələn, demək olar ki, hakimiyyətdə təmsil olunmurlar, nazirləri yox, deputatları yox, Milli Məclisdə söz vaxtını çəkər. Artıq gələn ay yenidən bir parlament seçkiləri orada keçiriləcək və ümid edirik ki, bu dəfə düşmanlar biraz çox millət vəkili ilə parlamentdə təmsil oluna biləcəklər. Günü bu gün həmin o İraq düşmanlarının əsas siyasi partiyası İraq Düşman Cəbhəsidir. Demək olar düşmanlar mərkəzi Kərkükdə yerləşir. Demək olar düşmanlar o partiya ətrafında birləşiblər. Amma digər partiyalar da var. Siyasi və dini İraq Düşman Cəbhəsi mərkəzi Kərkükdə yerləşir. İraq düşmanları onun ətrafında birləşiblər, amma siyasi cəhətdən fərqli düşünən, dini baxımdan, məzhəbçilik baxımından fərqli düşünən bəzi düşmanların özlərinin də müəyyən partiyaları var ki, onlar da müəyyən mənada seçkilərdə iştirak edirlər. Çox maraqlı bir məsələyə siz toxundunuz. 2003-cü ildən sonra, yəni Səddam Hüseyn devrildikdən sonra orada bir siyasi çaxnaşma yarandı. Nə baxımdan? Çünki Amerika Birləşmiş Ştatları həmin əraziləri bir növ işğal elədilər, sonra oradan çəkildilər və çəkilərkən bilirsiniz ki, son illərdə bir neçə il bundan qabaq IŞİD-in də ora bir hücumu var idi və 2003-cü ildən günü bu günə qədər tarixən olmayan, düşmanlar arasında olmayan bir məzhəb ayrı-seçkiliyi, belə deyək də, ABŞ tərəfindən onlara miras qoyuldu. Günü bu gün də düzdür, artıq əvvəlki qədər o məzhəb ayrı-seçkiliyi orada özünü biruzə verməsə də, amma müəyyən mənada hələ də qalmaqdadır və bu türkmanların siyasi cəhətdən birləşməsinə də ən böyük maneədir. Ən böyük maneədir. Məsələn, onlar artıq IŞİD təhlükəsi olarkən bütün bu fikir, dini ayrı-seçkililəri kənara qoyub IŞİD-ə qarşı birləşib mübarizə apara bildilər. Nəinki düşmanlar, ümumiyyətlə İraqda yaşayan ərəblər də, kürdlər də, suryanilər də burada bu vəhdəti yarada bildilər. Amma sonraki mərhələdə IŞİD çəkildikdən sonra düzdür, yenə deyirəm, o 2000-ci illərin əvvəllərindəki qədər olmasa da, günü bu gündə məsələn onlarda müəyyən ayrı-seçkiliklər özünü biruzə verir ki, bu da onların inkişafına və birləşməsinə mane olur təbii ki. Verilişimizin artıq sonuna gəlib çatdı Orxan müəllim. Çox sağ olun. Dəyərli məlumatlar verdiniz bizimlə. Bölüşdünüz öz fikirlərinizi, vaxt ayırdınız bizə. Çox-çox minnətdaram. Sonda qeyd etmək istədiyiniz nələrsə varmı Orxan müəllim verilişin sonunda? Çox sağ olun, təşəkkür edirəm. Verilişin əvvəlində də qeyd etdim ki, siz hər zaman aktual olan bir məsələyə toxundunuz. Yəni dünyanın müxtəlif yerlərində, bölgələrində yaşayan Azərbaycanlılar, təbii ki, bura İraq, Suriya, mən qeyd etdiyim kimi Əfqanistan, Pakistan da aiddir və mən çox istərdim ki, onlarla bugün onların ana vətəni, tarixi vətəni olan və müstəqil olan Azərbaycanla əlaqələri daha da genişlənsin, daha da sıxlaşsın ki, həm biz onlara həm siyasi, həm mədəni, həm elmi cəhətdən müəyyən mənada əlaqələrimiz qalsın ki, onlar da öz milli kimliklərini qoruyub saxlaya bilsinlər, itirməsinlər. Bir daha dəvətiniz üçün də sizə təşəkkür edirəm. Biz təşəkkür edirik, təşəkkür olduğunuz üçün. Qeyd edeyim ki, 14 TV-nin efirində Söz Səndə verilişini izlədiniz. Sağ olun, gələn görüşlərə dək.